Sabahınız xeyir dostlar. Necəsiz? İnşallah yaxşı olarsınız. Biz Buzovna sanatoriyasında ilk sabahımızı açmışıq. Səhər-səhər sizə gözəl dəniz mənzərəsini göstərmək istəyirəm. Görün necə gözəldir dəniz. Ləpəlin səsi, quşların səsi çox gözəl görsənir. İnşallah Ofeliya hal-hazırda yatıb. İndi onu oyadım. Geçsin, yeməyini, naharını yesin. Ondan sonra prosedurlara başlasın. Hər prosedurda, hər aldığı müalicədə sizə xırda-xırda fragmentlər olsa da çəkib paylaşacağım. Ofeliyanın gündəlik müalicə həyatı necə keçir? İnşallah dualarınızı da əski eləməyin. İnşallah Ofeliya da normal uşaqlar kimi gəzsin, yerisin, oynasın. Bizim də valideyn olaraq arzularımız və çabalarımız bundan ibarətdir. Ki inşallah Ofeliya müalicələrinin nəticəsini görsün. Burada çox gözəl yerdir. Mənim kimi problemi olan analar sizi də Buzovna uşaq sanatoriyasına müalicələri çox gözəldir. İnsanları çox gözəldir. İşçiləri, rəhbərliyindən tutmuş xırda işçisinə kimi, hətta aşpazdan yemək təşkil eləyənə kimi hər bir kəs o qədər gözəl, o qədər xoş insanlardır ki, ona görə də mən yəni bilməyən valideynlər, gələ bilməyən valideynlər sadə bir yolla həkiminizdən yazdırıb göndəriş ala bilərsiniz ki, hər bir kəs gəlib uşağını müalicəsini, istirahətini təmin eləyə bilər. Yəni biz həmişə Ofeliyanı bura gətiririk və buranın müalicəsindən çox məmnunum. Allah hər bir kəsin köməyi olsun. Buradakı bütün işçilərin də Allah razı olsun. Çox gözəl qarı göstərirlər Ofeliya. Belə çəkib paylaşıram. Çox gözəl mənzərədir. Baxın dostlar. Həyətində də belə biz 6-cı mərtəbədə qalırıq. Həyətində belə oyun zalı var. Oyun oynamaq üçün, uşaqlar üçün çox gözəl parkı var. Yəni getmək istəyən belə dəniz çox yaxındır. Dənizinə də gedə bilər, uşağını aparıb müalicəsini təmiz havasında qəbul etdirə bilər. Yəni çox gözəl bir yerdir. Baxın, necə gözəldir. İnşallah sizi başqa prosedurlarla da çəkib paylaşacağım. Bəlkə mənim kimi istəyi olan valideynlər baxıb gələ bilər.